Bu dərsimizdə index.js faylındakı hər hansısa bir sözü brauzerdə necə oxuda bilərik? Gəlin bunu öyrənmiş olaq. İlk olaraq index.html faylı yaradıram və bura nida işarəsini qeyd edərək enter düyməsinə tıklayıram. Daha sonra body'nin ən altından script etiketi yazıram və src deyərək index.js faylını bura əlavə edirəm. JavaScript'də script browser və ya server tərəfindən icra olunan kod blokdur. Yəni mən gəlib index.js-də misal extensionlardan istifadə etdiyimə görə qısa olaraq log yazıram və console.log'a gəlirəm, misal salam yazısını qeyd edirəm. Və daha sonra index.html ilə gəlirəm, sağ düyməyə klik edirəm və burada Open with Live Server var. Buna tıklayaraq brauzeri açmış olam və biz keçən dərslərimizdə, daha doğrusu keçmiş dərslərimizdə inspect tabi ilə tanış olmuşduq. Burada console yazısı var. Burada daxil olam və burada mesaj bölümündə səhifəni yeniləyirəm və konsola salam yazısı daxil olmuş oldu. Yəni gəlmiş oldu. Bu bizdən nə işə yarayacaq? Misal JavaScript faylında hər hansısa serverə bağlanmaq və yaxud da ki serverdən məlumat aldığımız zaman gələn cavabları və yaxud da ki errorları bu şəkildə konsola yazaraq brauzerdə həmin səhvləri görmüş ola bilərik. Errorları və yaxud da ki warningləri görmüş ola bilərik. İndi hal-hazırda sadə olaraq biz JavaScript faylında yazılmış yazıları konsolda, yəni brauzerdə oxutmuş olduq. Mən misal burada da alert yazdığım zaman misal bura salam dünya yazıram və səhifəni yeniləyirəm. Baxın, salam konsola gəlmiş oldu. Dünyada alert yazısı kimi bu şəkildə gəlmiş oldu. Və oka tıkladığım zaman da alert getmiş oldu. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə, JavaScript dərslərində görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.